Ermənilər Bakıya qarşı tələ qurmağa davam edirlər. Bu dəfə missiyadakı baş rol Amerika Birləşmiş Ştatlarında məskunlaşan ermənilərə məxsusdur. Erməni diasporunun fəalları Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün bu məqsəd uğrunda konqresmenlərlə görüşlər keçirirlər. Vaşinqtonda kök salmış erməni diasporunun bu dəfəki hədəfi Bakını dırnaqarası etnik təmizləmə ittihamı ilə üz-üzə qoymaqdır. Prosesdə adı ən çox hallanan konqresmen isə Thomas Kindir. Konqresmen Kinin keçmişinə nəzər saldıqda onun adının hallanmasının təsadüfi olmadığı anlaşılır. Çünki Thomas Kin ötən illərdə də qərəzli bəyanatlarla Bakıya qarşı çıxışlar edib. O, güya Azərbaycanın Ermənistana qarşı güc tətbiq etməsindən narahat olduğunu dilə gətirib. Bundan başqa Kin Ermənistanın ABŞ-dəki səfiri Lilith Makunts ilə Qarabağdakı proseslərə dair danışıqlar aparıb. Bütün bunlar nəzərə alındıqda erməni lobbisinin Bakıya qarşı planlı gedişlər etdiyi anlaşılır. Lakin bu gedişlərin hazırki Bakı-Vaşinqton əlaqələri fonunda reallaşma ehtimalı sual altındadır. Prezident seçkiləri vaxtı erməni lobbisi açıq aydın demokratlara dəstək verirdilər. Trumpın yanaşmaları da elədir ki, o erməniləri bu mövqelərinə görə bağışlamayacaq. Ona görə ermənilər yenə konqresmenlər vasitəsilə müxtəlif yollarla Trump administrasiyasının Ermənistana dəstəyini qazanmaq istəyirlər. Amma mən əminəm ki, Trump ermənilərin istədiklərini onlara verməyəcək. Azərbaycanla Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası arasındakı münasibətlər və keçmiş münasibətlər daha yaxşıdır. Erməni lobbisinin inandığı və inandırmağa çalışdığı ideyalara nəzər saldıqda ziddiyyətli məqamlara da rast gəlinir. Fəallar Qarabağdan könüllü köçən ermənilərin sayını 150 min olaraq təqdim edir. Lakin Ermənistanın rəsmi qurumları və mediası həmin şəxslərin 100 min təşkil etdiyini yazır. Ortaya çıxan mənzərə okeanın digər tayında məskunlaşan ermənilərin yalanlarını bir daha ifşa edir. Biz bu təzyiqlərə öyrəşmişik. Çünki biz 90-cı illərdən başlayaraq, hətta o Amerika Konqresində 93-cü ildə, 92-ci ildə 9-7-ci maddə qəbul olunmuşdu. Yəni o zamandan bəri Azərbaycan bu sanksiyalara öyrəşib və artıq biz bilirik ki, dünyada ikili standartlar var. Biz də öz növbəmizdə xarici siyasətimizdə mesajlarımızı dünyaya çatdırmağa çalışırıq. İşğal siyasəti ilə bağlı, qaçqınlar, məcbur köçkünlərlə bağlı. Hal-hazırda biz dünyaya mina problemini qaldırırıq, itkin düşmüş insanların məsələlərini qaldırırıq. Erməni lobbisinin danışıqlarında Magnitski aktının da adı hallanır. Amerika Birləşmiş Ştatları Konqresinin qəbul etdiyi bu qanun layihəsi insan hüquqlarının pozulmasında günahkar sayılan şəxslərə qarşı tətbiq edilir. Amma bugünədək Azərbaycanın nə beynəlxalq insan haqları, nə də götürdüyü beynəlxalq öhdəlikləri pozduğu qeydə alınıb. Bu fakt indiki Ağ Ev rəhbərliyinə də məlumdur.